Şagirdlər, mən sizinlə bundan öncəki videoda danışdım sınaqlar qrupu haqqında. İndi isə onlayn dərslərimiz haqqında məlumat verim. Çünki yazanlar olur, mən ayrı-ayrılıqda cavab verə bilmirəm. Baxın uşaqlar, mənim qruplarım 3 yerə bölünür. A, B və C. A-da çox güclü oxuyan uşaqlar, B-də orta oxuyan, C-də isə zəif olan şagirdlər oxuyur. Yəni, qrupda nə edirik? Ümumiyyətlə, bütün dərslərimdə konspektlər atılır, izahlar, bir-bir mən bütün bölmələri sizə dərindən başa salıram. Sonra, məsələn, təsadüfən biriniz dərsə gəlmədiniz. Dərsə gəlmədinizsə, dərsin ekran kaydı olur. Həmin şagird məndən xahiş edir, mən atıram ona, o kayda baxır. Yəni, dərsdən anlayışı olur. Sonra, gələn dərsimizdə məsələn, mən uşaqlardan sualları, topluda olan suallarını soruşuram. Birinci, bütün blokda buraxılışda fərqi yoxdur. Neçənci sinif olmaqdan asılı olmayaraq 9-11 bütün toplu suallar işlənilir, yəni topluya baxırıq birinci. Sonra vaxtımız olan zaman mən həftənin bazar günü bir dənə vaxt təyin edirəm. Orada isə keçdiyim bölmələr üzrə sınaqlar işləyirik. Bu sınaqlardan yaxşı nəticə göstərməyən şagirdlərin valideyni ilə danışılır. Yəni, mən onlardan problemlərini soruşuram ki, məsələn, bu suallardan niyə səhv elədin, başa düşməmişdim, əvvəlcədən nə olmuşdu? Yəni, bir sözlə, dərsə qoşulan müddətdə siz məndən çox şey öyrənirsiniz. Mən hər dəfə şagirdlərimə də bunu deyirəm ki, yəni çəkinmədən, qorxmadan soruşmalısınız ki, siz yaxşı nəticə əldə edə bilərsiniz. Və bir də deyə bilərsiniz ki, niyə 3 qrupa böldünüz? Yəni, həm orta oxuyanlar, zəif oxuyanlar və güclü oxuyanlar. Uşaqlar, güclü oxuyanların yanında zəif oxuyanlar özlərini, daha doğrusu zəif oxuyanlar, güclü oxuyanların yanında özlərini biraz belə bir qəribə aparırlar. Yəni, utanırlarmı, həyəcanlanırlarmı? Bəzən ola bilər ki, şagirdlərin beynində bu düşüncə olar ki, yəni, güclü oxuyan, məsələn, çox sual vermir, amma mənim sualım çox çıxıb, mən nətər soruşum, necə edim? Ona görə ən yaxşı yolu mən ayırmışam və hamı da burada bir mənalı şəkildə məndən başa düşmədiyi yeri, məsələn, yazıb sual işarəsi qoyduğu yerləri, hər bir şeyi hamısını soruşur. Yəni, baxın, bu qədər. Dərslərimizə qoşulmaq üçün yuxarıda gördüyünüz bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Qiymət çox münasibdir və bu arada onu deyim ki, onlayn dərslərimə qoşulan şagirdlər sınaq qrupuna təmənnasız şəkildə qoşular. Yəni, ora ödəniş etmirlər. Bir dəfə dərslərimizə, onlayn dərslərimizə ödəniş edirlər. Sınaq qrupuna qoşulmaq isə onlarda pulsuzdur, yəni ödənişsizdir. Amma yox, ödənişli şəkildə sınaq qrupuna, yalnız sınaq qrupuna qoşulmaq istəyənlər varsa, yenə deyirəm, nömrəmizlə əlaqə saxlaya bilər. Tələsin, qoşulmağa tələsin, çünki mən artıq avqustun 1-dən proqramı başladıram. Avqustun 1-dən başlayırıq. İnşallah ki, yeni tədris ili hamı üçün uğurlu olar.